Salam dostlar. Deməli, keçən səfər bu yeşikdə 2 gənc ana arı var idi. Yəni heç biri maylanmamışdı. Köhnə ana arı idi. Mən götürmüşdüm, ləğv eləmişdim. Arının bu qədər güclənəcəyini, bu qədərinə belə deyək, keçin meyləyəcəyini düşünməzdim. Əslində içəridə yetərincə arı nüfusu var, amma məni qorxudan şey nədir? Bu arada keçən səfər 2 dənə gənc ana arı var idi. Təxminən indiyə qədər bunların biri və ya da hər ikisi maylanıb gəlməli idi. Baxın, bu təxminən bir həftə verdiyim xam pətək. Xam pətək qabardılmayıb. Demək olar üstündə heç bir iş görülməyib və üzərində də yetərincə arı var. Və yeşiyin dip hissəsində arılar salxım kimi yığışıblar. Əslində bu iki şeyin işarəsidir. Ya ana arıların heç biri salamat deyil, yəni içəridə ana arı yoxdur, və yaxud da ana arılar hər ikisi içəridədir və problem ondadır ki, havanın düzəlməyini gözləyirlər ki, bu arılar betçiyə geçsinlər. Mən bayaq baxdım, arı sıxlığı həddindən artıq çox idi deyə. Həm də vaxtım da çox az idi deyə ana arını görə bilmədim. Amma mən belə başa düşürəm ki, bu arılarda ya ana arı yoxdur, ya da ki, ana arı hər ikisi var və arı betçə vaxtını gözləyir. Yəni, havanın düzəlməyini gözləyir. Havalar da bir neçə gün hələ bulutlu olacaq, gün olacaq. Gözləyək görək, bu arını buraxaq, öz təbii axarına görək, bu arı nə edəcək. Hal-hazırda, keçən səfər videoların birində qardaş dedi, arı quşlar haqqında. Bugün fikir verdim, arı quşları həqiqətən də gəlib. Və mənim böldüyüm 5 arıdan 3-ündə ana arı qayıdıb gəlib, ikisində isə ana arı artıq yoxdur. Yəqin ki, ya arı quşun yem olub, ya da hər nəyəsə görə artıq yuvaya gəlib çıxa bilməyib.